Hazırda həbsdə olan siyasi məhbuslar 18 noyabr tarixini Azərbaycanda siyasi məhbuslar günü kimi təsis edilməsi ilə bağlı bəyanat yayıblar. Siyasi məhbuslar Azərbaycan xalqına və dünya ictimaiyyətinə müraciət edərək bu məsələyə həssas yanaşmağa, hər il siyasi məhbuslar gününü qeyd etməyə, demokratiya uğrunda həyatını itirən Faina Kungurovanın xatirəsini məzarı başında anmağa çağırıblar. Tarif Şurası 81,7 kilometrlik Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun ödənişli olacaq 81,3 kilometrlik hissəsi üzrə nəqliyyat vasitələrinin gediş tariflərini açıqlayıb. Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük maşınları bütün yol üçün 7 manat ödəməli olacaqlar. Qori şəhər məhkəməsi 2 kişinin döyülməsi ilə bağlı ittiham olunan 6 polis əməkdaşının hamısının barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Hadisənin görüntüləri Gürcüstanda polis zorakılığına qarşı böyük ictimai qəzəb doğurmuşdu. Məhkəmə prokurorların polis əməkdaşlarının vəzifələrindən uzaqlaşdırılması barədə vəsatətini də təmin edib.